Salam əziz dostlar, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərlə istəyirəm ki, alış-veriş videosu çəkim. Uzun zamandır əslində alış-verişə getməyi düşünürdüm, lakin yağış və qar yağdığına görə biraz təxirə salmışdım. Amma sonradan baxdım ki, artıq mümkün deyil, çünki evdə demək olar ki, çox şey qurtarıbdı və mən məcburam alış-verişə getməyə. Və cəsarətimi topladım, əynimi geyindim. Qapıdan elə çıxırdım ki, qardaşımdan üzbəüz gəldi. Bu məni çox sevindirdi, çünki qardaşımla alış-verişə gedəndə mənə rahat olur. Mən hər şeyi alıb maşına qoyuram. Sonra isə bir yerdə gətiririk. Amma qardaşıma bu o qədər ləzzət eləmir. Təbii ki, mən onu həddindən çox gözlədirəm. Ondakı səbri yoxdur çox gözləməyə. Ona görə də alış-veriş deyəndə heç sevmir. Amma sağ olsun ki, özü mənə təklif elədi ki, gözlə birlikdə gedərik. Və biz yollandıq Maşdağdakı Xəyal bazara və Real marketə. Çünki orada həm qiymətlər münasib olduğuna görə, həm də ki, bizə yaxın olduğuna görə demək olar ki, çox alış-verişimizi oradan eləyirik. Nəysə, uzun sözün qısası biz yollandıq ilk öncə Real marketə və bu mənim Real marketdən olan alış-verişimdir. Deməli, burada vermişilin hər bir sortunu, makaron vermişil, hər bir sortunu görə bilərsiniz. Əslində özüm diyetadayım və nədən və nəyə görə bu qədər vermişil makaron almışam, bilmirəm. Qardaşım dedi, deyəsən aclıqdır sizdə və bu qədər vermişil makaron almışam, diyetdə ola. Sonradan yadıma düşdü ki, mən diyetdəyəm və üstünə bir də qara makaron aldım ki, axı diyetdəyəm, lazımdır dietik yemək. Sonra düyü almışam, qreçka almışam. Birdən yadıma düşdü yenə ki, diyetdəyəm və 3 kilo yaxud da 4 kilo qreçka almışam. Çünki qreçkanın kilosu ucuz idi, 1 manat 10 qəpik idi. Dedim elə nə ucuz tapdığım vaxtda biraz çox alım. Çünki diyetdə qreçka çox işlənir. Sonra belə lobya almışam. Kilosu 4 manat idi. Mən yarım kilo aldım. Düyü 2 kilo almışam. Mərci olan qiymətləri tam olaraq yadımda deyil. Hansılar yadımdadırsa sizə çəkirəm. Sonra indi göstərəcəm. Sonra nə almışam? Qaymaq almışam. Alma almışam, Alma almışam. Diyetdə olanda ümumiyyətlə adam həddindən çox acır və bəzən atışdırmağa ehtiyac olur. Onda mən atışdırmalığı meyvə ilə eləyirəm. Buna görə də alma almışam. Qırmızı almanın kilosu 2 manat idi. Deyəsən, səhv eləmirəmsə, yaşıl almanın kilosu isə 1,50 idi. Əslində yaşıl alma daha xeyirdir, amma qırmızı alma da şirin olduğuna görə mən almışam. Amma diyetdə olanda qırmızı alma yemək olmaz. Niyə almışam? Onu da bilmirəm. Çünki qadağalar cəlb edicidir həmişə, hər zaman. Ona görə də qırmızı alma da almışam. Sonra belə apelsin almışam. 1 manat 55 qəpik idi. Amma həddindən çox qabığı qalın idi. Demək olar ki, elə apelsinin yarısı qabığı idi. Qabığa pul vermişəm, yəni apelsinə yox, belə deyək. Özü ki, içi köhnə apelsin idi. Nəysə, bir də belə səhv eləmərəm. Yəqin ki, mən belə sport piçenyaları çox alıram. Çünki dediyim kimi, diyetdə olanda aclıq bəzən çox güclü olanda çayın yanına bir dənə, 2 dənə qoyub insan belə deyək də öz aclığını, nəfsini biraz bastıra bilir. Ona görə də sport piçenya alıram tez-tez. Belə bir stok almışam, bilmirəm ya evdəkiləri almışam çox güman ki. Və belə bunlar şirin piçenyalardır. Həmişə mən diyetdəyəm deyəndə deyirlər ki, bizim də ağzımız var. Ona görə də mən bu piçenyalardan onları almışam ki, təbii ki, o sözü yenə də eşitməyim. Mən diyetdə olanda nəsə bişirmək istəyəndə qoymuram xəmir xörəkləri. Deyirlər ki, sən diyetdəsən, bizim günahımız nədir? Ona görə də məcbur olaraq da almışam. Belə bir tünd şokolad almışam. Ümumiyyətlə, tünd şokoladı həddindən çox sevirəm. Ancaq bu nəsə biraz gözümə nataraz gəldi, yaxşı görünmədi. Sonradan baxdım ki, içi çox oxalanıbmış. Ona görə o qədər də çox sevməmişəm. Amma dadı gözəl idi. Əslində diyetdə olana şokolad olmaz. Amma mən çox həddindən çox şirin yediyimə görə və bilirəm ki, özümə saxlaya bilməyəcəm. Ona görə az da olsa, bir dənə aldım ki, az da olsa 2 gündən bir, 3 gündən bir nəfsimi belə deyək, aldadım. Belə bir yağ almışam və kəsmiyi almışam. Yadıma düşüb diyetdəyəm. Ona görə də
Kəsmik diyetdə olanlar bilir ki, onların ayrılmaz bir siyahısının ayrılmaz bir hissəsidir. Kəsmiyi almışam. Sonra belə bir şampun almışam. Bu səhv eləmirəmsə qab şampun, əl şampunudur və bir də qliserinli qab şampunu almışam. Mən ümumiyyətlə təmizlik vasitələrini, istəyir qab şampunu, əl şampunu, xlordur, ondan sonra netdir, paraşokdur, şampun olsun. Belə şeyləri ümumiyyətlə stoklamağı sevirəm. Yəni artıq əlavə alıb ən azından bir dənə evə atmağı sevirəm. Çünki bəzən iş görən yerdə elə bir anda qutarır ki, heç nə eləyə bilmirsən. Bir də məcbursan ondan ötürü gedəsən, nə qədər vaxt keçsə, gedəsən mağazaya onu alasan, gətirirsən və insanın bütün işi sarvat olur. Yəni heç olur. Ona görə də mən yəni sevirəm ki, ən azından bir dənə heç olmasa stokda əlavə olsun. Ona görə də mən belə alıb yığıram. Ona görə 5 litrlik alıram. Düz bəzi insanlar deyirlər ki, bu keyfiyyətsizdir, nə bilim nədir. Yəni məni qane eləyir də mən yəni ki istifadə eləyirəm. Sonra belə bir 120 dənəli 120 ədəd içində olan salfetka almışam. Nəm salfetka da pis deyil. Yəni 1 manat 20 qəpiyə almışam. Mənə elə gəlir ki 120 dənə salfetkanı 1 manat 20 qəpiyə heç yerdə tapmaq olmaz. 1.50-dən aşağı mən görməmişəm. Bilmirəm. Başqa bəlkə var, mənim xəbərim yoxdur, amma mən bilmirəm. Paraşok almışam. Belə paraşok alıram. Mən ABC-nin paraşokudur. Rənglilər üçün, maşın üçün olanını mən istifadə edirəm. İyi də çox, ətri çox gözəldir. Mənim üçün yəni təmizləməsi də normaldır. Demirəm, wow, dəhşətdir. Amma yəni normal təmizləyir, yuyur. Mən illərdir işlədirəm. İyi də gözəldir. Yəni ki, məni qane eləyir. Yəni ehtiyac görmürəm gedib dəhşət bahalı paraşoklara pul verməyə. Verənlər də çünki anlamıram. Bu dəqiqə insanlar evində yeməyə ət çörək tapmır, amma hardasa 35-40 manata 5 kilo paraşoklar satılır. Onun içinə qızıl mı tökürlər, onu da anlamıram. Onu alanları da başa düşmürəm. Yəni hər şeyimiz orijinal oldu, bir paraşokumuz mu orijinal necə, nə deyim bilmirəm. Yəni ki, bir paraşokumuz mu qaldı, belə deyim. Nəysə, mənə o qədər də yəni maraqlı deyil. Bunlar mənə qane eləyir, belə deyək. Sonra 2 dənə qaymaq almışdım. Səhv eləmirəmsə elə yadımda qalıb. 2 dənə qaymaq almışdım. Bu qaymaqlar da yəni İran qaymağıdır. Mən göbələk istifadə bişirəndə, qaymaqlı göbələk bişirəndə istifadə eləyirəm deyə əvvəl mayonez vururdum. Sonra gördüm ki, mayonez həddindən çox yağlı olur. Amma yəni qaymaq olmayan vaxtı vura bilərsiniz. Amma mən qaymaqla elədim. Gördüm ki, qaymaqla daha yüngül və soft oldu. Yəni daha gözəl oldu. Həm də ürəyə dəymədi. Ona görə mən fikirləşdim ki, qaymaqla eləyim. Belə, kartof almışam, soğan almışam, yəni kələm almışam, gül kələmi almışam. Bunları deməyə yəqin ki, o qədər də ehtiyac yoxdur. Kartof 1 manat 20 qəpik idi, soğanın kilosu 40 qəpik idi. Sonra kələm 45 qəpik idi, səhv eləmirəmsə, gül kələmi isə 1 manat 50 qəpik idi. Mənim alış-verişim bu qədər. Hələlik.